Cəhənnəmə gedənlərin çoxsunun və yaxud da hamısının problemi nə olur? Problemi bu olub ki, onlar Allahın məhəbbətini dərk etməyiblər. Allahı qorxunc varlıq kimi tanısaq, kim xoşlayır qorxunc varlığa tərəf getsin? Qorxunc, xoşlayırıq, xeyr. Qorxuncdur deyə qaçırıq günaha tərəf. Könlümüzü ondan xoş eləyə bilmirik. Nə qədər insan Allahın rəhmətini, məhəbbətini çox tanısa, bir o qədər günahdan daha çox çəkinər. Biz deyirik, yox, amandır, elə deməyin. Cəmaat o saat qaçacaq günah eləməyə. Ay insan, cəmaat günaha tərəf gedir, çünki sən Allahı düz tanıtdırmamısan. Əksinə sən onu qəddar tanıtdırdıqca günaha cürət daha çox alır. Ona görə deyirlər valideynlərə ki, uşaqlarınıza dəqiqədə deməyin. Filan şey eləməsin, səni çox istəməyəcəm. Bu sözü çox deməyin uşaqlara. Uşaq üçün faciə olmalıdır ki, valideyn onu çox istəməsin. Bu təhdidi, nə bilim mən, ömürdə bir neçə dəfə eləyərsən uşağa. Ata-ana var, dəqiqə başı deyir, çox istəmərəm ha səni. Qoy o ehtimalı verməsin. Sən onu o qədər məhəbbətlə doldur, ilk 7 ildə məhəbbəti artıqlaması ilə ona ver ki, növbəti 7 ildə ona əmrlər verəndə bilsin ki, arxayın olsun ki, bu əmrlərin qaynağı